Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, bəzi insanlar var ki, bir gün daxilində yeni kəşflər etməyə çalışırlar, amma bunların heç bir mənası yoxdur. Yəni bəhirsiz, yöndəmsiz şəkildə davam edir. Bu da nələrdir? Günümüzdə çox belə deyək, peşəkar səviyyədə də olmasa da, orta həcm səviyyəsində və YouTube-dan qazanc əldə etmə adı ilə hər hansı bir növ vloq çəkmək, yaxud mahnı bir də görürsən oxuyur, baxırsan ki, bu dəqiqə Azərbaycanda 5 nəfərdən 3-ü bir növ bir səhifə açıb yeni bir mahnılar oxumağa və yaxud tanınmağa çalışır bunun sayəsində və bundan da pul qazanmağa. Və bu kəşfləri edən şəxslər bəzən həqiqətən ya buna layiq olurlar, ya da heç layiq olmurlar. Yəni baxırsan səsi yoxdur, orada axmaq-axmaq ifadələr, mahnılar, yöndəmsiz sözlər, yaxud səsi var, üstünə düşmür və nəticədə qazanacağı şeyi də itirir. Çünki bu istiqamətdə getmir. Hər hansı bir növ 400, 500, 600 bir növ muzlu əmək haqqı kimi səslənən bir ifadə var. Bir ay içərisində qazandığı maaşı, halbuki həmin sahəyə getsə 2 qatını, 3 qatını, 4 qatını da belə zamanla çıxarda bilər. Bu da bilirsiniz, daimi olaraq xüsusən Azərbaycana məxsus bir növ ifadədir. Yəni bəzən pis belə deyək, yəni Azərbaycana məxsus səslənir, pis formada belə deyək təqdim olunur. Əzginlik, yorğunluq, ruh düşkünlüyü insanları daimi hədəflərindən kənarlaşdırır. Məsələn, edəcəklərindən də etməməyə çalışırlar, yaxud bu sahəyə gedəcəklərsiz, getmirlər yerindən də və hər zaman bir işdən gəlib, bir məsələ var, deyir, haçan görürsən, it yorğunudur, pasiyanlı işdən gəlir, başını atır, yatır kimi ifadələr və nəticədə də edəcəyi bir növ məqsədlər, nailiyyətdən xüsusən kres. Bu gün belə, sabah belə kimi hallar yenidən təkrarlanır. Çalışın ən azından həftədə 1 yaxud 2 günü 6 bazar, orada 6 heç bazar gününü müəyyən sahədə inkişaf formatına girəcək şeylərin üstünə düşməyə çalışın. Yoxsa zaman getdikcə itirəcəksiniz. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyənlər şəxsi mesaj nömrəsi məlumat verə bilərlər.